Əgər bir insanı hirsləndirmək və yaxud da qıcıq eləmək istəyirsənsə, bunun üçün ən ideal vaxtlardan biri də o insanın ac olduğu vaxtdır. Çünki açkən sən o sən deyilsən. İllərdir reklamlardan eşitdiyimiz bu ifadə əslində insanın təbiətindən bir şeyi əks etdirir. Belə ki, siz də ətrafınızdakı bəzi insanlardan müşahidə eləmişsiniz, bəlkə də özünüzdə. Məsələn, mən özümdə tez-tez müşahidə edirəm ki, açkən həmin mən deyiləm. Çox belə bəzi insanlar acı olanda aqressivləşməyə başlayırlar. Aqressivləşmək dedikdə, yəni ətraf mühitdəki şeylər onlara normala görə daha intensiv şəkildə təsir etməyə başlayır. Sanki hər şey onların əsəblərinə toxunurmuş kimi olur. Hətta bu durum, yəni aclığın və gərgin reaksiyanın eyni olduğu durum ingilis ədəbiyyatında lüğətə də daxil olub və bu hungry adlanır. Hungry acmaq sözü, angry də əsəbi sözü, bu ikisinin birləşməsindən hungry ingilisində Oxford ədəbiyyatına da, daha doğrusu lüğətinə də daxil olub. Bəs niyə görə bəzi insanlar açkən əsəbi olurlar? İndi isə gəlin bunu araşdırmağa çalışaq. Belə ki, bizim orqanizmimiz çox maraqlı mexanizmdir. Hər videoda, daha doğrusu tez-tez videolarımda dediyim kimi. Biz ac olarkən, daha doğrusu bir neçə saat bədənimizə bir şey daxil etməzkən get-gedə qanımızdakı şəkər, qan şəkəri dediyimiz şəkər düşməyə başlayır. Normalda inanılır ki, tibbin böyük bir sahəsində beyin məhz bu qan şəkərindəki şəkərdən çox qidalanır. Yəni, beynin ən sevdiyi qidalardan biri də məhz budur. Əgər sizin zamanla bir müddətdən sonra qanınızdakı şəkər düşməyə başlayırsa, bədən bunu təbii ki, tolerə edir. Amma artıq beyin biraz özünü ərköyün uşaq kimi aparmağa başlayır. Aha, mənim şəkərim azaldı, indi isə mən başlayıram cığallıq eləməyə. Belə ki, beyin artıq həm konsentrasiyasını itirməyə başlayır, həm də biraz korlaşır. Loro dildə desək. Bu nə deməkdir? Yəni, artıq əsəbiləşməyə başlayır insan. Bunun səbəbi isə stres hormonları ilə də bağlıdır. Belə ki, bu dediyim qan şəkəri get-gedə azalmağa başladıqca və insan aclığını hiss etdikcə orqanizmdə stres hormonları, adrenalin və kortizol kimi bu hormonlar ifraz olunur. Bu hormonlar isə bütün stresli durumlarda, situasiyalarında ifraz olunduğu kimi bu durumda da savaş ya da qaç siqnalı verir. Yəni, insan acdırsa, insan üçün savaşmaq nədir? Qida tapmaqdır. Və məhz bu gərginlik bizi qida tapmağa doğru yönəldir. Maraqlısı odur ki, bu hər insanda müşahidə olunmur. Yəni, hər insan aclığa bu cür şəkildə reaksiya vermir. Və güman olunur ki, təxmin olunur ki, burada bir neçə faktor var. Bunlardan biri